Complete the sentence according to the passage. Mətnə əsasən cümləni tamamlayın. People who live in tropic and subtropical parts of the world. Dünyanın tropik və subtropik hissələrində yaşayan insanlar nə etməlidir? A variantında were given medicine by international health agencies before 2009. 2009-cu ildən əvvəl beynəlxalq sağlamlıq agentlikləri tərəfindən dərman verilirdi. Məlumat yanlışdır, çünki 2009-cu ildə dərman kəşf olunmuşdu. B variantında couldn't get rid of pools where mosquitoes lay eggs. Ağcaqanadların yumurta qoyduğu su hövzələrindən canlı qurtara bilmirdilər. Burada məsləhət kimi verilir ki, canlı qurtarılmalıydı. Yəni bu hövzələrdən qurtarılmalıydılar. C variantında could sleep under the bed net to avoid from mosquitoes. Ağcaqanadlardan kənar qaçmaq üçün, yəni qorunmaq üçün çarpayı torlarının altında yata bilərdilər. Düzgün cavab C variantıdır. Çünki mətnimizdə bu haqda məlumatımız var ki, tropik və subtropik hissələrdə daha çox özünü göstərirdi bu xəstəliklər, yəni malyariya xəstəliyi. Və burada qeyd olunan məlumatımıza görə isə insanlar bir növ ağcaqanadlardan xilas olmaq üçün, bunun qarşısını almaq üçün torların altında yatmalı idi. D variantında could afford to buy medicines for sick people. Yəni xəstə insanlar üçün dərman almağa imkanları çata bilirdi. Yanlışdır, mətndə cümləmiz inkarda verilib. Və Y variantında could pay for medical care themselves. Özlərini müalicə etmək üçün ödəniş edə bilirdilər. Yenə məlumat yanlışdır, ödəniş edə bilmirdilər tam olaraq və ona görə C variantını doğru cavab kimi götürürük.